MİQ-də 19 minə yaxın namizəd vakansiya seçimindən uğurla keçib. Seçimin mərhələli aparılması isə vakant yerlərin daha dayanıqlı tutulmasına hesablanıb. Vakansiya seçimi mərhələsi son illər özü də bir neçə mərhələdə həyata keçirilir. Əvvəlcə məktəblərin seçiminə, vakant məktəblərdə yerlərin seçiminə şahid ailələrinin üzvləri buraxılır. Bundan sonra faktiki yaşayış yerində yerləşən məktəblərdəki vakansiyaların seçilməsinə həmin yerlərdə yaşayan namizədlər buraxılır. İmtahanda iştirak edənlər 32.175 nəfər. Vakansiya seçimindən keçənlər 18.930 nəfər. Müsahibə mərhələsinə buraxılanlar 5000-dən çox. Müsahibə mərhələsinə keçən namizədlər isə hər bir namizədin peşəkar kompetensiyaları, psixoloji hazırlığı, ümumi dünya görüşü dəyərləndiriləcək. Müsahibədə uğur qazananlar seçdikləri məktəbdə müddətsiz müqavilə ilə işə başlayacaqlar. Müsahibənin keçiriləcəyi tarix və məkan barədə məlumat iştirakçıların şəxsi səhifələrinə göndərilib. Namizədlər müsahibə mövzuları ilə miq.edu.az saytı vasitəsilə tanış ola bilərlər. Elmira Ağayeva, Emin Əhmədzadə, Pərviz Mustafayev, AzTV xəbər.